Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının əqli mülkiyyət və süni intellekt mövzusunda birgə keçirdiyi beynəlxalq konfrans işə başlayıb. Açılış mərasimində çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov süni intellektin insan sivilizasiyasının ən böyük texnoloji nailiyyətlərindən biri olduğunu söyləyib. O, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyasının iqtisadiyyat, dövlət idarəçiliyi, təhsili, infrastrukturu və s. sahələrə əhatə etdiyini söyləyib. Kamran İmanovun sözlərinə görə bu strategiya süni intellektin inkişafını dəstəkləyən qanunvericilik bazasının yaradılmasına, təbii ki, əqli mülkiyyət qanunlarına da dəyişiklikləri gündəmə gətirir. Qeyd edək ki, Azərbaycanda 2025-ci ildə sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üçün iddia sənədlərinin sayında 2024-cü illə müqayisədə 42% artım müşahidə olunur. İxtiralar üzrə 41%, faydalı modellər üzrə 9% və sənaye nümunələri üzrə 132% artım mövcuddur. Beynəlxalq patentlərin alınması sahəsində isə patent əməkdaşlığı sazişi sistemi üzrə 33%, Avrasiya patentləri üzrə 66,7% və Haqa sənaye nümunələri üzrə 146% artım mövcuddur. Qlobal İnnovasiya İndeksi 2025 hesabatında patent sistemi Azərbaycanın güclü tərəfləri kimi göstərilir. Faydalı modellər üzrə isə ölkəmiz 38-ci yerdədir. 2 gün davam edəcək beynəlxalq tədbirdə həmçinin xarici ekspertlərin ümumi baxış süni intellekt və əqli mülkiyyət siyasəti, süni intellekt ilə əlaqəli ixtiraların patentləşdirilməsi, patent sistemində süni intellektin alət kimi tətbiqi, ekspertiza və idarəetmə proseslərində süni intellektdən istifadə, süni intellekt üzrə əqli mülkiyyət siyasəti, patent müəllifliyi və hüquq sahibliyi məsələləri mövzusunda məruzələr dinlənəcək. Süni intellekt və əqli mülkiyyət obyektləri mövzusunda açıq müzakirələr üzrə dəyirmi masa təşkil olunacaq.